xoş gördük. Sənin zövqünə görə və baxışına görə ən yaxşı adı seçirik. Dan Hoker yoxsa Edson Barboza? Seçək Dan Hoker. Dan Hoker yoxsa Tony Ferguson? Tony Ferguson. Tony Ferguson yoxsa Charles Oliveira? Charles Oliveira. Niyə görə Charles Oliveira? Charles Oliveira legendadır. Heç vaxt təslim olmur. Uduzsa da gəlir yenə çempion olur. Həm onun həyat tərzi çox başqadır, çox çətinliklərlə gəlib. O yeri görüb, yeri görəndən sonra dono deyirlər. Yeri görəndən sonra yuxarını hiss eləmir, bilir nə var, nə yox. Gör neçə dəfə uduzub, çempion olub. Çox güclü idmançıdır Charles Oliveira. Oliveira yoxsa Dustin Poirier? Oliveira. Oliveira yoxsa Justin Gaethje? Yenə Oliveira, Şama. Onlara Şama deyirlər. Charles Oliveira. Oliveira yoxsa İslam Makhachev? İslam Makhachev. Nəyə görə? İslam Makhachev həm Qafqazdır, həm güclüdür, həm disiplinlidir, həm xarakterlidir. İslam Makhachev. Yəqin ki, bu da çox çətin olacaq. Makhachev yoxsa Rafael Fiziev? Rafael Fiziev əlbəttə ki. Özümüzünkü olduğu. Həm özümüzünki əlbəttə Rafael Fiziev, həm dostumdur, həm yaxşı idmançıdır. Əlbəttə ki, Rafael Fiziev. Fiziev yoxsa Conor McGregor? Rafael Fiziev. Rafael Fiziev yoxsa Habib Nurməhəmmədov? Biraz mənim belə desəm Habib Nurmagomedov mənim kumirimdir. Uşaqlıqdan çox ona baxmışam, çox onun döyüşlərinə, həyat tərzinə. Habib mənim kumirimdir. Amma kumirə baxmayaraq yenə də Rafael Fiziev dostumdur. Təşəkkür.